Samet! Ay Samet! Deyəsən heç kəs yoxdur. Samet! Qonaq qəbul eləmirsən? Səməd, bu nə cür qonaq qəbul eləməkdir? Keçin içəri Xəlil, gəlirəm. Deyəsən bizim gəlişimiz ev yiyəsinin ürəyindən olmadı. Ay eviniz Allah yıkmasın. Bura niye gelipsiz? Ecel öz çatı. Narahat olma Səməd, qabağda Basqulu bəy var. Kəlbəla İsmail'lə danışığa gedirək. Vallah qurdurə yiyibsiz. Kişilərin yanında məni biyabır elədin. Keç içəri. Siz Allah məndən inciməyin. Qonşu, qəmli onun adamıdır, hər addımımızı izləyir. Sizin gəlməyiniz çox xoşdur mənə. Sağ olun. Çox sağ olun ki, belə vaxtda atınızı mənim qapıma sürübsüz. Vaxt pisdir bəy, qurbanın olum. Bu saat samavara ot salım. Ay kişi, narahat olma. Bəri gəl. De görə kətdə nə var, nə yox? Kətdə işlər xarabdır, qurbanın olum bəy. Hər gün kişilər bir yerə yığıb deyirlər, gərək hökumətin əleyhinə qalxasız. İman haradadır? İmanı ilə bəylərin toyunda tutublar. Sonra da Qolcudan Bəhrəmi, Əziz Kətli Həsəni, ondan sonra Təhməzdən xəbəri də qatdılar onlara. Kərbəlayı nə vaxt görmüsən? Kərbəlayı bura gəlməyib ki. Kərbəlayı Odriyə oturub Qarabağlarda. Küllü ixtiyarı da verib qəmli onun əlinə. Bu zalim oğlu da cəlladın baş kəsənin biridir ay bəy. Allah haqqı fır fırladır. Hər tərəfə də öz adamların qoyub. Çox qanlar töküb bu qəmli o. Bizim Mürsəlin töyləsindən köhnəcə bir aynalı tapıblar. Şilvərə sancıbmış. Bunun üstündə yazdığı günün orta çağı güllələdi. Bir çətən külfəti qaldı başsız. Dedi, mən bilirəm, bunu ne üçün gizləmisən? Gözləyirsən ki, şura hökuməti gəlsin, onu mənə çevirəsən? Heç kəsdə silah qoymayıblar. Xudayar adamları Kərbəlayın üstünə qaldırdı, meydini quyudan tapmışdılar. İndi də qardaşını axtarırlar. Allaha and olsun bəy, yolu kəsiblər, bir adam o tərəfə keçə bilmir. Nə deyəsən, nə danışasan ay bəy? Yox, Basqulu bəy. Burada vəziyyət biz gözlədiyimizdən də pismiş. Onlar heç danışmana dəyməz. Geriyə qayıdıb silahlı dəstələ gəlmək lazımdır. Ancaq bu yolla burada qayda qanun yaratmaq olar. Kərbəlayını görməmiş mən geri qayıtmayacağım. Samet!
Ay Səməd! Qəmloqdur. Səməd! Ana ölmüsən! Ged aç qapını. Tez aç qarı! Gəldim. Ana, evində adam gizləyirsən? Hani ya? Kimi deyirsən Qəmloq? Hadi özü tülkülüyə vurma. İmanın arvadını deyirəm. İmanın arvadı mənim Hadi evimdə ola deyil. çıkarırsan Qəmloq. evində görüblər yaramaz. Aş! Səni düzgün göndərmirlər. Orada arvad uşaq Mən yatır. da bilməzsən Səməd, kinatına mindirmə məni şəki! Gücü arvadlara göstərirsən. Səni kişi bilirdim. Kişilərin evini arvaddan çıxmazlar. Bu bir qeyrətlidir, bir namusludur. Qədəmlərinə qurban olum ay bəy. Sən burada olmasaydın neyniyərdim mən? Səməd. İmanın arvadı sənin evindədir. Buradadır Xəlil, burada. Onda Qəmlo mütləq qayıdacaq bura. İmanın arvadını burada saxlamaq olmaz. Səməd üçün də bu təhlükəlidir. Səməd. Harda gizlədə bilərsən onu? Nə bilim valla, belə ehtibar eləyə bilmirəm, ey dərdin anım. İşə düşmədik. Bəlkə özümüz də götürək. Əziz kənddə mənim bir qohumum var, aparaq onlara. Yox, bu təhlükəlidir, biz onsuz da ətindən artıq riskə gedirik. Kimdir sənin qohumun? Şirəli, qaynım. Etibarlı adamdır, ona inanmaq olar. İndi tərpənsək səhər açılana dək orada olarıq. Kəsmə yetsə 2 saatlıq yoldur. Səməd, ona deyilən hazırlaşsın. Bu saat qadan alıb. Siz də atları yerləyin.